Hər birinizi salamlayıram. Bu günlərin biz sizinlə milli partiya və təşkilatların yaranması, eyni zamanda Cənubi Azərbaycan 20-ci əsrin əvvəlləri mövzusunda danışacağıq. Dedik ki, artıq 1905-ci il 17 oktyabr manifesti verildi. Yəni manifestdə biz birlikdə dedik ki, mətbuat azadlığıdır, sərbəst toplaşmaq azadlığıdır, təşkilat yaratmaq azadlığıdır. Bunlar veriləndən sonra artıq bizdə də nə baş verdi? Milli burjuaziyadır, eyni zamanda demokratik ziyalılardır. Onlar başladılar yeni partiya və təşkilatlar yaratmağa. Gəlin ilk növbədə biz yazmışıq bura müsəlman, bir dəqiqə bunu düzəldək. Bəli. Biz burada yazmışıq ki, Müsəlman Gənclik Təşkilatı 1903-cü ildə yaranır Məhəmməd Əmin Rəsulzadənin təşəbbüsü ilə. Deyirik Azərbaycanın ilk milli ictimai siyasi təşkilatıdır. Bax, partiya demir, ya ilk milli partiya desək, Qeyrət partiyasıdır. Müsəlman Gənclik Təşkilatı ilk milli ictimai siyasi təşkilat idi. Məqsəd nə idi bunu yaratmaqda? Deyir ki, müstəmləkə əsarətinə qarşı mübarizə aparmaq üçün yaradılmışdı və eyni zamanda gizli fəaliyyət göstərirdi. Dedik axı 1905-ci ildən əvvəl yaranıb bu, 1903-cü ildə. Eyni zamanda biz burada qeyd eləmişik Hümmət Təşkilatı haqqında. Bəli, Hümmət Təşkilatı 1904-cü ildə Bakıda yaranır Mövsumovun və Məhəmməd Əmin Rəsulzadənin təşəbbüsü ilə. Əsas məqsədi nə idi? Azərbaycanda olan o fəhlələr arasında siyasi iş aparmaq idi. Amma sonradan deyirik nə baş verir? Gedir düşür bolşeviklərin təsirinə. Ondan sonra Məhəmməd Əmin Rəsulzadə də eyni zamanda onun tərəfdarları da həmin Hümmət Təşkilatından aralaşırlar. Sonra var burada Müsəlman İttihad Partiyası yazmışıq. Bəli, bu Rusiyada yaranmışdı, amma bizim ziyalılarımız yaratmışdı. Yəni Azərbaycanlı ziyalılar tərəfindən Rusiyada yaradılmışdı. Məqsəd nə idi burada? Dini zəmində birlik istəyirdilər. Yəni Rusiyada olan bütün müsəlmanlar birləşib bir dövlət yaratsın və yaxud da müstəqil olsun. Yəni dini zəmində birliyin yaradılmasını istəyirdi həmin bu Müsəlman İttihad Partiyası. Sonra qeyd eləmişik burada Qeyrət Partiyası haqqında. Bəli, Qeyrət Partiyası 1905-ci ildə yaradılır Gəncədə. Ələkbər bəy Rəfibəyovun başçılığı altında. Nə idi bu Qeyrət Partiyası? Şimali Azərbaycanın deyirik ilk milli partiyası olmuşdu. Nə istəyirdi bunlar? Deyirdi ki, Rusiya federativ dövlət olsun və ilk dəfə muxtariyyət tələbi irəli sürmüşdülər. Bundan başqa Gəncədə yaranmağına baxmayaraq biz deyirik Şuşada, Bakıda da nələr vardı bunların? Filialları var idi. Sonra qeyd eləmişik Difai, yəni Müdafiə Partiyası. Bəli, bu da 1906-cı ildə yaradılır. Bakıda Əhməd bəy Ağayevin rəhbərliyi ilə Difai Partiyası yaradıldı. Yaratmaqda məqsəd nə idi bunu? Biz dedik axı ermənilərin, o rusların milli qırğın siyasətindən danışanda ki, əsasən bunlar daha çox mübarizə aparırdı. Yəni çarizmin milli qırğın siyasətidir, eyni zamanda erməni terrorçularından qorunmaq məqsədilə yaradılmışdı. Bunların da filialları vardı. Necə ki, Qeyrət Partiyasının Şuşada, Bakıda filialları olduğu kimi Difai Partiyasının da filialları var idi. Məsələn, Gəncədə var idi, Ağdamda var idi, Şuşada var idi, Qarsda, Vladikavkazda bunların öz şöbələri var idi. Amma harada yaranmışdı? Bakıda. Kim yaratmışdı? Əhməd bəy Ağayev. Elə Əhməd bəy Ağayev özü Şuşalı idi. Buna baxmayaraq Bakıda yaradılır və deyirik ən böyük filial deyil, Şuşada yerləşirdi. Sonra nə deyə bilərik biz Difai Partiyası haqqında? Məsələn, deyə bilərik ki, bunlar erməni terrorçulardır, eyni zamanda onları himayə edən rus məmurlardır, onları cəzalandırmışdı. Bundan başqa biz Osmanlı tarixini keçəndə dedik axı, Gənc Türklər Təşkilatı var idi ki, onların üzvlərinə pul yardımı göndərmişdi, eyni zamanda hərbi yardım göndərmişdi. Bundan başqa aqrar məsələlərə də toxunurdu bunlar. Deyirdilər ki, mülkədar torpaqlarını əvəzsiz şəkildə kəndlilərə paylamalıdır. Və bundan başqa muxtariyyət tələblərini də irəli sürmüşdülər. Bundan sonra biz danışaq Müdafiə Təşkilatı haqqında. Bəli, Müdafiə Təşkilatı 1907-ci ildə bu da Gəncədə yaranmışdı. Qeyrət Partiyası biz dedik Gəncədə yaranır da. Bəli, Qeyrət Partiyası da eyni zamanda Müdafiə Partiyası da Gəncədə yaranmışdı. Müdafiə Partiyası haqqında biz nə deyə bilərik? Məsələn, bunu yaradır İbrahim Ağa Vəkilov. Dedik də biz onu Rus zabiti idi. İbrahim Ağa Vəkilov tərəfindən yaradılmışdı. Əsasən nə idi? Deyirik ki, bu Difai Partiyasının yolunu davam elətdirirdi. Yəni bunlar da Difai Partiyası kimi erməni-rus soyqırımına qarşı mübarizə aparırdılar. Və əsasən də deyirdilər, nə etmək lazımdır? Yəni bu Rusların çarizm milli qırğın siyasətinə qarşı mübarizə aparmaq lazımdır. Bundan başqa biz Müsavat
partiyası qeyd etmişik. Bəli, Müsavat partiyası bərabərlik deməkdir. Bu da 1911-ci ildə yaranmışdı. Harda? Bakıda. Kimlər tərəfindən? Bax, Məhəmməd Əmin demirik. Məhəmməd Əli Rəsulzadədir, eyni zamanda Abbasqulu Kazımzadədir, bir də Tağı Nağoğludur. Bunlar tərəfindən həmin Müsavat partiyası yaradılır. Hətta biz deyirik ki, 1913-cü ildə axı Məhəmməd Əmin Rəsulzadə sürgündə idi, mühacirətdə idi. Romanovlar sülaləsinin 300 illiyin qeyd eləyəndə o nə qədər ki mühacirətdə olanlar var, onlara əfv verilir. Ondan sonra Məhəmməd Əmin Rəsulzadə gəlir, həmin Müsavat partiyasının başına keçir. Bundan başqa biz deyə bilərik ki, 1912-ci ildə Müsavat partiyasının proqramı çap olunur. Eyni zamanda 1915-ci ildə Müsavat partiyasının Açıq Söz qəzeti nəşr olunmağa başlayır. Eyni zamanda 1917-ci ildə birinci qurultay keçirilir. Bunlar da muxtariyyət, müstəqillik tələbləri irəli sürmüşdülər. Ondan sonra bura biz qeyd eləmişik, Türk Əcəmi çarxıb yazmışam. Türk Ədəmi Mərkəziyyət Partiyası. Bəli, bu da 1917-ci ildə Gəncədə yaradılmışdı. Kim tərəfindən? Nəsib bəy Yusifbəyli tərəfindən. Bu da deyirik Qeyrət Partiyasının siyasi proqramından çıxış eləyirdi. Qeyrət Partiyası dedikdə 1905-ci ildə Gəncədə yaranmışdı. Bu da 1917-ci ildə Gəncədə yaranmışdı. Nə istəyirdilər? Deyirdilər ki, Rusiya federativ dövlət olsun, Azərbaycana da muxtariyyət verilsin. Bəli, eyni zamanda məsələn Türk Ədəmi Mərkəziyyət Partiyasının müsəlmanlıq, o İttihad Partiyasından fərqli xüsusiyyəti o ki, biz dedik axı müsəlmanlıq partiyası dini zəmində birləşmək istəyirdi. Deyirdi, yəni bütün müsəlmanlar birləşsin. Amma Türk Ədəmi Mərkəziyyət Partiyası deyirdi ki, nədir? Türklər, Rusiyada yaşayan bütün türklər birləşsin. Amma sonradan deyirik ki, nə baş verdi? Yəni bir növ prinsipi elə Müsavat partiyasının prinsipinə oxşar olduğuna görə 1917-ci ildə Müsavat partiyası ilə Türk Ədəmi Mərkəziyyət Partiyası birləşir. Türk Ədəmi Mərkəziyyət Müsavat Partiyası adlanmağa başlayır. Aha, bura qədər kifayətdir. İndi sizlə biz danışaq. Cənubi Azərbaycan 20-ci əsrin əvvəllərində qeyd eləmişik. Yazmışıq ki, 20-ci əsrin əvvəllərində narazılığın səbəbi, yəni 20-ci əsrin əvvəllərində Cənubi Azərbaycanda əhalinin narazılığının səbəbi nə idi? Niyə narazılıq edirdilər? Məsələn, deyə bilərik ki, Rusiya və İngiltərənin yarım müstəmləkəçilik siyasəti. Çünki şah hökuməti onların əlində idi də, Qacarlarda. Bundan başqa sosial-iqtisadi böhran hökm sürürdü. Nə idi sosial-iqtisadi böhran? Məsələn, məmur özbaşınalığı deyə bilərik, fırıldaçılıqdır, qıtlıqdır, rüşvətxorluqdur. Bu artıq insanların, yəni o Cənubi Azərbaycanda yaşayan əhalinin bütün zümrələrini narazı salmışdı. Məsələn, şah nə edirdi? Boşalmış xəzinəni doldurmaqdan ötürü kəndlilərdir, sənətkarlardır, tacirlərdir. Bunların üzərinə vergiləri daha da artırırdı. Bu da onların vəziyyətini daha da acınacaqlı vəziyyətə salırdı. Və bu vəziyyət ümumi olaraq 20-ci əsrin əvvəllərində elə demək olar ki, hər yerdə, məsələn biz özümüzdə də gördük, Şimali Azərbaycan olsun, Rusiya olsun, yəni vəziyyət yaxşı deyil idi. Məsələn, həmin vaxtı Qacarlar dövlətində gizli cəmiyyətlər yaranmışdı. Nə idi? Bax, o gizli cəmiyyətlər nə istəyirdilər? Məsələn, deyirik ki, istəyirdilər ki, şah idarəçiliyi dəyişsin, ədalətli idarə etmə üsulu yaransın, qanunverici orqan yaransın. Yəni, bunların tələbləri bunlar idi. Bəs yaxşı, bunlara nə dəstək verir? Hardan ürəklənirlər? Məsələn, deyə bilərik ki, bizdə oldu o 1903-də, 1904-də fəhlə tətilləri, eyni zamanda Rusiyada 1905-1907-ci il burjua demokratik inqilabı. Bunlar artıq onları ayıltmışdı. Ona görə də onlar nə edirlər? İnqilaba başlayırlar. Məşrutə inqilabı haqqında danışaq. Qeyd eləmişik ki, 1905 dekabr eyni dövlə. Bəli, 1905-ci ilin dekabr ayında Tehranın baş nazir nə edir eyni dövlə? Deyir ki, qəndin qiymətini tacirlər öz yanından qaldırıbdı. 17 nəfər taciri həbs edir, onların dükanlarını, yəni da o qənd satdıqları yerləri qarət eləyir və bu da artıq deyirik məşrutə inqilabının başlaması üçün bir qığılcım rolunu oynayır. Nə var insanlar? Bazarları, dükanları bağlayırlar, hamısı bəstə otururlar. Yəni müqəddəs yerlərdə sakit oturub heç eləmirlər, bir növ tətili xatırladır. Bəstə otururlar. Yaxşı, bəs qeyd eləmişik ki, inqilab iştirakçılarının tələbləri, nə tələbləri irəli sürürdülər? Məsələn, deyə bilərik ki, istəyirdilər ki, məsələn, konstitusiya qəbul olunsun, məşrutə deyirik də biz. Konstitusiyanın qəbul olunmasını istəyirdilər.
Məsələn, deyirlər məclis çağırılsın, yəni parlament çağırılsın. Eyni zamanda xarici məmurlar ölkədən qovulsun. Çünki artıq elə vəziyyət gəlmişdi ki, orada idarə etmədə də xarici məmurlar otururdu. Yəni həmin dövrdə inqilab iştirakçılarının əsas tələbləri bunlar idi. Ona görə də inqilabın təsiri ilə deyir ki, 1906-cı il Müzəffərəddin tələbləri qəbul edir. Bəli, Müzəffərəddin şah üsyanın təsiri ilə xalqın bəzi tələblərini qəbul edir. Məsələn, konstitusiya haqqında fərman verir ki, konstitusiyanı hazırlayın, onu qəbul eləyəcəm. Eyni zamanda məclisə seçkilər çağırılması haqqında qərar verir. Və həmin vaxt nə baş verir? Təbrizdə, eyni zamanda digər Cənubi Azərbaycanda olan şəhərlərdə əncümənlər yaradılır. Və həmin vaxtda da əncümənlər başlayır islahatlar keçirməyə. Əncümən nədir? Seçkili orqan. Şura da bir növ qanunverici hakimiyyət orqanı idi. Yəni bütün qərarları, sərəncamlar onlar tərəfindən verilirdi. Artıq o şahın elə bir hüquqları məhdudlaşdırılmışdı. Yaxşı, qeyd eləmişik ki, Təbriz əncüməninin islahatları nə iş gördü? Məsələn, məhkəmə işlərinə nəzarəti gücləndirir. Eyni zamanda təhsil sisteminin, məktəblərin inkişafına müəyyən işlər görür ki, onları inkişaf elətdirsin. Məsələn, şəhərin müdafiəsi üçün varların üzərinə müharibə xərci adlanan vergi qoyur. Nə idi bu? Məsələn, varlı insanlar müharibəyə getmirdi, onun əvəzinə pul ödəyirdi. Eyni zamanda xüsusi komissiya yaradılır. Məqsəd nə idi xüsusi komissiyanı yaratmaqda? Gözlənilən hücumların qarşısını almaq idi, şəhər daxilində ucuzluq yaratmaq idi, mühtəkirliyin qarşısını almaq idi, çörək bolluğu yaratmaq idi. O məqsədlə xüsusi komissiya yaradılır və hətta deyirik ki, bəli, nə olur, ucuz qiymətə çörəklər satılır, eyni zamanda mühtəkirliyin qarşısı alınır Təbriz əncümənlərinin islahatları nəticəsində. Aha, yazmışıq 1907-ci il konstitusiya əlavələrlə birlikdə imzalanır. Bundan əvvəl bir-iki məsələ var, onu deməliyik ki, məsələn 1906-cı ildə deyirik ki, Müzəffərəddin şah artıq taxtalı küyə yola düşürdü, ölüm ərəfəsində idi. Həmin vaxtda nə baş verir? Götürür o konstitusiyanın ilkin variantını imzalayır. Lakin ölür, öləndən sonra onun oğlu gəlir hakimiyyətə, Məhəmməd Əli şah. O da gəlir, deyir, mənim atam imzalayır, mən imzalamamışam onu. Konstitusiyanı tanımıram və iştirakçıları da başlayır ki, cəzalandıracam. Kimlər ki, üsyan qaldırıb, onları cəzalandıracam. Ona görə də 1907-ci ilin fevralında Təbrizdə tətilçilər hamısı yığılır bir yerə. Tətil, nümayiş hamısı artır və məcbur qalır 1907-ci ildə neynir? Konstitusiyanı əlavələrlə birlikdə imzalayır Məhəmməd Əli şah. Amma bir müddət keçəndən sonra yazmışıq 1908 Təbriz üsyanı. Görürlər ara sakitləşib, deyir qoy yavaş-yavaş bu üsyan qaldırmışları cəzalandırım. Kimlər ki o hərəkata qoşulmuş deyə tətil, nümayiş, başlayır onları yavaş-yavaş həbs eləməyə. Eyni zamanda Qazax dəstələri neynir? Tehrandakı məclisin binasına hücum eləyir. Eyni zamanda Azərbaycanlı nümayəndələrin olduğu binaya top atəş açır. Və buna cavab olaraq deyir ki, artıq üsyan başladı. Nə vaxt? 1908-ci ildə Səttarxanın başçılığı ilə Təbrizdə silahlı üsyan başlayır. Deyir ki, o ətrafındakiləri nə adlandırırdıq biz? Fədai dəstələr adlandırırdıq. Üsyanın gedişində hərbi şura belə yaradıldı. Döyüşlərin nəticəsi nə oldu? Yazmışıq üsyanın nəticəsi, döyüşlərin nəticəsini deyirik. Bəli, Səttarxan fədailəri şahın o silahlı qüvvələrini ağır məğlubiyyətə uğradıb şəhərdən qovur. Hətta əhalinin dediyi, nifrət elədiyi Səməd xan var idi, vali. Onu da Təbrizdən qovdular. Təbrizi tamamilə deyirik, əks inqilabçılardan təmizləyirlər. Təbrizdə qayda qanun yaradırlar. Həmin o Səttar xandır, Bağır xandır, Hüseyin xandır. Nə adlandırırdıq onları? Xalq deyirik Səttar xanı Sərdar Milli, onun köməkçisi Bağır xanı Salar Milli adlandırırdı. Hətta həmin vaxtı digər yerlərdən də bunlara dəstək olunurdu. Məsələn, elə biz götürə bilərik ki, Azərbaycanda müəyyən İrşaddır, nə bilim, Təzə Həyatdır, Molla Nəsrəddindir. Bunlar məşrutə inqilabına mənəvi dəstək verirdi. Hacı Zeynalabdin Tağıyev ora pul dəstəyi verirdi. Eyni zamanda digər partiyalar, təşkilatlar həmin o məşrutə inqilabına dəstək verirdilər. Yazmışıq Rusiya və İngiltərədən kömək istəməsi. Bəli, artıq şah hökuməti fikirləşir ki, mən inqilabı yatırtmalıyam. Kimin müstəmləkəsidir Qacarlar? Rusiyanın, İngiltərənin, onlardan kömək istəyir. 1909-cu ildə. 1910-cu ildə bəli, deyirik artıq neyinir? Tehrana dəvət eləyir. Səttar xanı, Bağır xanı, Hüseyin xanı. Niyə dəvət eləyir? Ora tərk silah eləməkdən ötürü.
Çağırır ki, orada bunları paytaxtda ələ keçirsin, tərk silah eləsin. Səttarxan da inanır buna. Deyir, demir, gəl səni tərk silah eləyim, gəl səni öldürüb. Çağırır ki, danışıqlara çağırır. Səttarxan da istəmir qan tökülsün. Deyir, gedim danışıqlar aparım. Gedir ora, danışıqlar aparır, hətta aralarında razılıqlar da gəlirlər, amma xəyanət edir də. Şah halladır bunları. Bəli, artıq nə baş verir? Deyir yolları, orada kitablarda yığışdırılıb parkda olan zamanı onlar üzərində hətta bir erməni var idi. O da hücum edir, atəş açır, bunları bəzilərini öldürür, bəzilərini yaralayır. Hətta Səttarxan da deyirik yaralanır, lakin onu geri qayıtmağa qoymurlar. Tehranda ev dustaqlığına çevirirlər. Ondan sonra kömək alır ruslardan və başlayır əks inqilaba. Təbrizdə, Cənubi Azərbaycanda. Rus qoşunları ilə birlikdə üsyanı yatırtmaq üçün qoşun yeridirlər. Bəli, deyir ki, 1911-ci ilin dekabr ayının əvvəllərində artıq nə baş verdi? Məşrutə inqilabı yatırıldı.